Səba xanım. Qətibə Səba xanımı Əbülülanın qadını Cahanbanudan almaq üçün o qədər də vaxt sərf etmədi. Çünki onsuz da qoca şairin ailəsi söz gəzdirməyi və macəraçılığı sevən bu fitnəkar cariyənin əlindən qurtarmağa çalışırdı. Səba xanımın fitnələri səbəbinə Gəncədə yaşayan bütün ziyalı ailələr Əbülülanın ailəsi ilə əlaqəni kəsmişdi. Səba xanımın fitnəkarlığı o dərəcəyə çatmışdı ki, hətta bir çox gənclərdən pul və hədiyyələr alıb Əbülülanın kiçik qızı Mahtab xanımla onları tanış edəcəyini vədə etmişdi. Buna görə də Cahanbanu xanım Qətibənin göndərdiyi 3000 dinar gümüş pul müqabilində Səba xanımı Qətibəyə hədiyyə göndərmişdi. Səba xanımın Qətibəyə olan birinci xidməti Nizaminin sevgilisi Rənanın anasına aparıb verdiyi məktub idi. Məktubdan əldə edilən müvəffəqiyyət Qətibəni öz gələcəyinə inandırmışdı. O bu müvəffəqiyyəti təhqiq etmək üçün hər gün öz kariyələrindən birisini Nizaminin Rəna ilə görüşdüyü yerə göndərir və Rənanın görüş üçün gəlmədiyini öyrənir və şadlanırdı. Artıq Qətibənin yanında Səba xanımdan artıq hörmətli və etimad ediləcək bir cariyə yox idi. O, daima Səba xanımla oturar, onunla dərdləşər, onunla gəzər və onunla da yatardı. Səba xanım gecələrin birində Qətibənin eşq və sevda sərsəmləmələrindən ibarət olan söhbətlərinə cavab verərək deyirdi: "Mən öz möhtəşəm xanımın Qətibənin xatiri üçün öz müqəddəs arzularımdan da keçə bilərəm. Mən qəlbimdə bəslədiyim qiymətli cavahirləri belə xanımın yolunda qurban verməyə hazıram. Mən o böyük və inadlı şair Rəna kimi duyarsız bir qızın sevgisindən qoparıb xanımın saçları ilə kəməndə sala bilərəm. Bu işi başladım. Gördüyüm işlər qələbə ilə nəticələndi. Artıq gənc xanım şairi öz əlində əsir görməyə əmin ola bilər." Qətibə hiləgər Səbanın bu qədər yağlı və şirin vədlərindən sevindi və yatağından qalxıb Səba xanımın boynunu qucaqladı, onun üzündən öpdü və boynundakı qiymətli incini çıxarıb Səba xanımın boynundan asdı. Səba xanım sevincindən hönkür-hönkür ağladı və Qətibəyə dua edərək: "Məndə bu qədər ehsanın əvəzi yoxdur," dedi. "Allah səni bəladan saxlasın, sağlıq olursa, sən məndən bir çox şeylər öyrənəcəksən." Qətibə Səbanı özü üçün göylərdən nazil olmuş bir nemət hesab edirdi. Çünki o, macəranı sevir və macəraçı cariyələrə də uşaqlıqdan hörmət bəsləyirdi. Səba xanım varlı və dövlətli yerə düşdüyünü və Fəxrəddindən intiqam ala biləcəyini, Qətibə isə bu macərasının yardımı nəticəsində Rənanı məhv edib gənc şairə sahib olmağı düşünürdü. Səba xanım gözünün yaşını sildikdən sonra, "Mən heç də Dilşadın burada böyük bir mövqe tutmasından razı deyiləm," dedi. Qətibə cavabında: "O barədə heç də düşünmə. Onun sarayda qalmasına inanma, atam onu da, Süsən xanımı da xəlifə üçün bəsləməkdədir," dedi. "Əcəba, Dilşad Fəxrəddinin ora gedəndən sonra atan onu xəlifə həzrətlərinə göndərəcəkdir." Qətibə onun üzündən bir daha öpərək anlatmağa başladı. "Atamın xəlifəyə yazdığı məktubda Süsənin də, Dilşadın da adını oxumuşam. Buna görə də Dilşadın Fəxrəddinin ora gedə bilməyəcəyinə tamamilə əminəm." Səba şad bir vəziyyət alaraq: "Elə də olmalıdır. Qəlbi yaralayanların qəlbi yaralanmalıdır," dedi. Qətibə soruşdu: "Əcəba, Fəxrəddin sənin qəlbini sındırmışdırmı? O mənim gəncliyimi əbədi olaraq zəhərləmişdir. O mənimlə illərdən bəri əyləndi. Mənsiz şad bir nəfəs almayacağını söylədi. Dünyaya yalnız məni görmək üçün baxdığını təkrar-təkrar danışdı. O, daima mənim gözlərimdən öpdüyü zaman dünya işığını ancaq mənim gözlərimlə baxdığını deyirdi. O, mənim qara saçlarımla əyləndiyi zaman ona zindan kəsilən bu dünyaya ancaq mənim saçlarımla bağlandığını iddia edirdi. O, məni görmək üçün gəldiyi zaman Əbülülanın astanasını Kəbə evinin astanası kimi öpməyə hazır idi. Mən də onu sevirdim. Mən gündüzləri onu düşünür, gecələri isə yuxumda onunla əylənirdim. Bunda haqlı idim, çünki bu eşqin tarixi çox uzun idi. Mən çox da tənbəl qızlardan deyildim. Çünki o məni öz eşqinə inandırmışdı. Mən onun ikiyüzlü eşqinə aldanmaqda haqlı idim. Çünki elə bir qəhrəman, elə bir yaraşıqlı gənc çox az ələ düşürdü. Mən özümü dünyanın ən xoşbəxt bir qadını bilir və bu arzularla uçurdum, onun gələcəkdə məşhur bir qəhrəman olacağına heç bir kəs şübhə etmir. Hətta mən onun eşqi və sevgisi üçün burada ondan da layiqli, yaraşıqlı bir gəncin etəyini buraxdım. O isə məni bir dəyərsiz, əhəmiyyətsiz kariyəyə satdı. Mənim eşqimi onun eşqi ilə əvəz etdi. Artıq mənim heç bir ümidim qalmadı. Ümid edəcəyim bir şey varsa, o da intiqamdır. Lakin burada mənə bir kömək lazımdır.
Qətibə biraz düşündü və məhzun bir surətdə dedi: "Səni anlayıram, düşdüyün vəziyyət olduqca ağırdır. Səni ancaq mən duya bilərəm. Bir hiss mənə deyir ki, məni də gələcəkdə sənin aqibətin gözləyir. Görünür ki, gələcəkdə mən də özümə kömək axtarmalı olacağam. Nə qədər canım sağdır, hər nə işin olsa buyura bilərsən. Qəlbin bir kəsdən intiqam tələb edərsə, sənin yolunda ölümə getməyə hazıram. Mən də sənə Fəxrəddindən alacağın intiqamda kömək etməyə söz verirəm. Mənə inana bilərsən." "Ah, hiyləgər qız. Fəxrəddini sevdiyini demək sənə gözə necə gəldi? Şairlik böyük bir vergidir. Qəhrəmanlıq isə möcüzədir. Buna görə də Fəxrəddin çoxdan bəri mənim qəlbimə girmək üçün yol axtarırdı. İndi isə mənim qəlbim onun sevgisinə açıqdır. Mən Dilşadı saraydan çıxarıb Bağdada göndərəcəyimə söz verirəm. Fəxrəddinlə görüşüb razılaşmaq isə sənin öz işindir. Mən bunun üçün heç bir çarə edə bilməyəcəyəm, çünki Fəxrəddinlə görüşüb danışmaq imkan xaricindədir. Mən özümü rüsvay edə bilmərəm." Səbah xanım Qətibənin boynunu qucaqlayıb öpdü. "Sən ancaq mənimlə rəqabət edə biləcək Dilşadı aralıqdan çıxarmağı öhdənə götür. Son məsələ haqqında nə cür hərəkət etməyi mən özüm bacara bilərəm. Fəxrəddinlə görüşəcəksənmi? Yox, o mənim ilə görüşməyə özü məcbur olacaqdır. Onu sən nə cür məcbur edəcəksən? Sən icazə verəndən sonra burası çox da çətin deyil. Mən mane deyiləm. Mən Dilşadın dilindən ona bir məktub göndərəcəyəm. O məktubda Səbah xanımla görüşməyi tapşıracağam. Bu fikri bəyənirəm. Bu vasitə ilə görüşə bilərsən, ancaq onu sevgisinə razı edə bilməzsən, çünki o Dilşadı qəlbdən sevir. Qəlbən sevdiyinə inanıram. Lakin qəlb fikrə hakim deyil. Qəlbi öz başına qoymazlar. Dişdə gözləsəm mən də gözləyəm, eyni zamanda mən ürəklərlə oynamağı da bacarıram. Mənim üçün belə bir adam lazımdır. Mən daima səninlə dost olacağam. Mən hər yerdə olsam, sən də mənim yanımda olmalısan." Çox uzun danışdılar. Səbah xanım kağız və qələm hazırlayıb yazmağa başladı. Qətibəni yuxu aparmışdı. Bir qədər yatıb ayıldıqdan sonra Səbah xanımın oturub yenə də yazdığını görüb soruşdu. "Deyəsən, nə qədər çətin bir şey yazırsan ki, saatlarla məşğulsan. Yazmaq çox asandır. Lakin düşünərək yazmaq çox çətindir. Bir az da dayan, sonra məktubu sənə oxuyaram. Mənim nə qədər fitnə və möcüzəkar bir qız olduğumu görərsən." Səbah xanım bu sözləri deyərək bir qədər də məşğul oldu. Qələmi yerinə qoyub Qətibəyə tərəf döndü və dedi: "İndi eşit, gör nə yazmışam. Bu məktub adi Dilşad, özü nəşəd olan bir cariyədən sevgisi və eşqi məlum olmayan bir qəhrəmana yazılır. Mənə vəfa və sədaqət öyrətdiyin halda özün bunun əleyhinə işlədin. Mənim qəlbimdən geri götürdüyün cəvahirləri başqalarının başına səpməyə başladın. Gözümüzün bəbəyindən bir-birimizin çöhrəsinə baxdığımız zaman sənin qəlbini öyrənə bildim. Mən baharın lalələri qarşısında eşqin camını içməyə başlayırdım, lakin mən piyaləni doldurmadan bahar gəlib keçdi. Mən bəzi sözləri eşitməyə çalışıram. Onlar bir külək kimi gəlib keçir, lakin o külək qəlbimdə yanan odları alovlandırır. Ürək sındı, onu bir daha sormuşam, qanadları sınan quş bir daha daş arasına yapışmaz. Mən qəlbimi sənə açmaqda və öz sevgimi elan etməkdə yanılmışdım. Ayrılıq dərdindən xəbərdar olmayan adamların qəlbin qapısını açmaq olmazmış. Dünyada eşq bundan ibarət imiş, onunla yaşamaq çox çətindir. Əgər yar sənin kimi daş qəlblilərdən ibarətsə, onunla dirilik mümkünmü? Sənə demək istədiyim əsas sözlərimi və səndən sənə edəcəyim şikayətlərimi bu məktubda yazmağa cəsarət etdim. Hərgah nə demək istədiyimi bilmək istəsən, Səbah xanımı tapıb danış və nə deyəcəyimi ondan soruş. Bədbəxt Dilşad. Səbah xanım məktubu Qətibəyə oxuduqdan sonra büküb cibinə qoydu. Görüşdüyüm zaman ona nə deyəcəyim haqqında düşünmək lazımdır. Bu barədə xanıma ayrıca danışaram. Onlar hələ yatmamışdılar ki, Xacə Müfid qapını barmağı ilə vurub dedi: "Xanımlar yatmalıdırlar. Gecədən çox keçibdir."